vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Yəni, bilirsiniz ki, vətəndaşlarla təmasların müntəzəm olaraq aparılır və vətəndaşlardan mən eşidirəm həm problemləri, həm də ki, müsbət tərəfləri. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir. Və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, haradakı nöqsanlar var, çatışmamazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Və əminəm ki, belə də olacaq və bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidir.